Amerikada yaşayan bloger Əli Rəhimovun məni təhqir etdiyi, ailə üzvlərimiz söydüyü videoya cavab videosu çəkərkən işlətdiyim talışların başı 12-yə qədər başqa cür işləyir, 12-dən sonra başqa cür işləyir ifadəsi talışların haqlı narazılığına səbəb olub. Əziz talışlar, bu ifadəmə görə üzr istəyirəm. Sizi bu qədər qəzəbləndirməyi hesablamamışdım və videoda da inciməsin məndən talışlar demişdim, amma incimisiz. Mən ümumiyyətlə talışları heç vaxt Azərbaycandan fərqli bir millət hesab eləməmişəm. Çünki onlar bütövlükdə Azərbaycan üçün döyüşüblər, şəhid veriblər. Və yenə deyirəm, əgər mən sizin heysiyyatınıza toxunmuşamsa o ifadəmlə sizdən üzr istəyirəm. İnciməsin məndən talışlar, o deyirlər, talışların başı 12-yə qədər başqa cür işləyir, 12-dən sonra başqa cür işləyir. Böyük ehtimal ki, bu talış da 12-yə qədər özünü belə cilovlayır ki, deyirlər, talışların başı 12-yə qədər başqa cür işləyir, 12-dən sonra başqa cür işləyir. Böyük ehtimal ki, bu talış da